Çəklə. Git. Yoldan hər hansısa bir qızla date eləsən məndən 200 dolar para qazanacaqsan. Necə olacaq ki? Hər hansısa bir qıza yaxınlaşacaqsan və o qıza date təklif edəcəksən. Bizim ayarladığımız bara götürəcəksən onu və sənə gizli bir qulaqlıq verəcək. O qulaqlıq sayəsində bizim dediklərimizi o qıza deyəcəksən. Qız 5 dəqiqə boyunca sənə dözə biləcəkmi? Məncə heç bir qız mənə hə deməyəcək, amma yoxlayaq. Mənimlə date eləyə bilərsən? Yox. Salam xanım, sizinlə date eləyə bilərik? Yox. A few moments later. Mənimlə date eləsən sənə kofe ısmarlayıram. Olar. Getdik onda. Xoşva gəldi məkan. Hə, keçən yerdə. Brat ona de ki, tatuların kukuruzdan çıxıb. Tatuların kukuruzdan çıxıb deyəsən. Zarafat edin deyəsən, gülməlisən. Uzaqdan baxanda naklenkaya oxşayır, ona görə soruşdum. Sənin gözün deyəsən zəif işləyir. Bura qədər yaxşı gəlmişdin. Gəl onda bir dənə içki içək, söhbətimiz daha şirin getsin. Bura onu məcbur elə bilərdi oynamağa. Bəlkə deyirəm bir dənə bilyard oynayaq. Mən yaxşı oynayıram. Bilmirəm mənlə bacararsan ya yox. İndi də ki, səndən daha yaxşı deşiyə soxuram. Mən səndən daha yaxşı deşiyə soxuram. İndi səni soxadığını görəcəksən. Qatıqlayırsan uje. Ona de ki, qız olmağından şübhəm var. Sənin qız olmağından şübhəm var, yavaş-yavaş. Uje həqiqətən gəlsən, deyəsən sənin məqsədin başqa şeydir. Nəysə elə qızı masada tutmağı. Tamam, zarafat eləməyəcəm, gəl oynayaq. Həqiqətən zarafatların çox şitdir, amma nəysə, təzə tanış olmağımıza verirəm. Bro, işləri biraz daha abart və əlindəki çubuğu qızın başına vur. Qızı o. Bro, icazə vermə topu deşiyə soxsun. Neynirsən? Son olaraq daşları dağıt və mən dəliyəm deyə qışqır. Mən dəliyəm. Sən xəstəsən, sənin başın çatmır. Gedirəm mən. Harda dəli var, gəlir mənə tapır. Çəklə. Git.